Əziz dostlar, Əhlüsünnədən olan bəzi qardaşlarımız belə bir iddia ilə çıxış edirlər. Ayə olmalıdır. Onlar deyir, səcdə eləyəndə saqqalları deyir yerə dəyər. Belə bir ayət olmalıdır Allahın kitabında. Onlar deyir, səcdə eləyəndə saqqalları deyir yerə dəyər. Belə bir ayət olmalıdır. Burada deyilənlərlə bağlı bir neçə məqama diqqət yetirək. Əvvəla Quran konkret bir kitabdır, bəlli surələri və bəlli ayələri ilə. Qardaşlarımız saqqalı olan etiqadlarını əsaslandırmaq üçün Quranda güya saqqalla bağlı ayə olduğunu irəli sürürlər. Elə isə buyurub desinlər. Bu deyilən ayə Quranın hansı surəsinin hansı ayəsidir? Şübhəsiz ki, Quranda belə bir ayə yoxdur. İkincisi, bir müsəlman olaraq nəzərə alaq ki, Allahın adına iftira yaxmaq böyük günahlardan sayılır. Söhbət Allahın kitabından getdikdə çox diqqətli olaq və Quranda olmayan bir müddianı Quran ayəsi kimi təqdim etməyək. Allahın Quranda buyurmadığı bir şeyi Allah adı ilə demək biz müsəlmanlara yaraşmaz. Onlar bu Allah qatındandır deyirlər. Halbuki o Allah qatından deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar. Ali İmran surəsi ayə 78. Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Hud surəsi ayə 18.